Biraz yağış yağdı. Çoktan da yağmırdı. Zeytunların dibini açmışıq. Gördüğümüz kimi qupqurudur dibi. Yəni ki, hava çox quraqlıq keçir. Bu da Tısbağanın elə bil Tısbağanın evidir, belə deyək. Bunun haqqında da video çəkmişdim. Bir dəfə Tısbağa təqribi bir 50-60 metr aralıdan gəldi bu yuvasına. Ümumiyyətlə bu bağlarda, Novxanı bağlarında əvvəllər dovşan, tısbağa, kirpi çox olurdu. İndi demək olar kirpi ilə tısbağa yoxdur. Daha doğrusu kirpi ilə dovşan. Biraz tülkü artıb. O da toyuq cücə saxlamağa, yəni ki, maneçilik yaradır.